İlk 2-3 saniyədə diqqətinizi nə cəlb, siz dayanırsınız və ona axıra qədər baxırsınız ilk 5 saniyədə. Bu o deməkdir ki, yəni burada da çox güclü mübarizədir. Twitterdir, Instagramdır, Facebookdur. Bəli, yazın var. Süni intellekt formalaşır. Hətta yazı qabiliyyəti olmayan, cəmiyyətə müəyyən mesaj vermək imkanı, bacarığı olmayan belə süni intellektə bir əmr verir ki, bax mən belə bir təşəbbüslə çıxış eləmək istəyirəm. Süni intellekt belə ona bir yazı verir. Dəyişiklik əgər sən istəyirsənsə özün eləməlisən. Bu sənin vaxtını ala bilər, bu sənin müəyyən vəsaiti ala bilər, enerji ala bilər. Bu səni çətin vəziyyətlərə sala bilər. Amma sən inanırsansa ona, o yolla getməlisən də, doğru bilirsənsə, gec-tez nail olacaqsan. Bu təşəbbüslər də belədir. Bugünkü qonağım jurnalist Ayaz Mirzəyevdir və biz bu günlərə Ayaz bəylə ictimai təşəbbüslər və ekoloji maarifləndirmədən danışacağıq. Xoş gəlmisiniz Ayaz müəllim. Xoş gününüz olsun. Ayaz müəllim, ictimai təşəbbüslər deyəndə biz konkret olaraq nələri başa düşürük? İctimai təşəbbüslər şəxsən mənim düşüncəmə görə cəmiyyətdən gələn sifarişlərdir. Yəni elə təşəbbüslərdir ki, onları cəmiyyətin ehtiyacı var, amma hansısa dövlət qurumu, hansısa necə deyirlər, özəl biznes onu tək başına eləyə bilmir və o ictimai təşəbbüsü irəli sürmək üçün hansısa bir ictimai təşkilat, vətəndaş cəmiyyəti qurumu necə deyirlər, sinəsini irəli çəkir, o təşəbbüsü irəli sürür və öz necə deyirlər, bu təşəbbüslə bağlı prinsiplərini açıqlayır ki, necə reallaşdıracaq və cəmiyyətə müraciət edir və cəmiyyətdən də reaksiya gözləyir. Əlbəttə, təşəbbüsü irəli sürəndə sürməmişdən əvvəl hansısa dövlət qurumları ilə və o cümlədən də özəl qurumlarla da bir məsləhətləşmə, fikir mübadiləsi aparılır ki, belə bir ictimai təşəbbüsü irəli sürsək, dəstəyin səviyyəsi necə olacaq? Bu ictimai təşəbbüslərin günümüzün ekoloji problemlərinə təsiri və yaxud onların həllində rolu necədir? Mən son müşahidələrimə əsasən deyə bilərəm ki, ictimai təşəbbüslərin bir çoxu elə məhz ekologiya ilə bağlıdır. Bu da onu göstərir ki, ekoloji məsələ indi cəmiyyət üçün, ümumiyyətlə dünya üçün bir nömrəli məsələdir. Qlobal istiləşmədən tutmuş, bax indi biz indi sahilə çıxırıq. Xəzərin səviyyəsi görün nə qədər dərəcədə enib, aşağı düşüb. Bu əslində böyük bir fəlakətdir. Sadəcə biz sükutla bunu izləyirik. Əlimizdən bir şey gəlmir. Çünki bəzi məsələlər var ki, biz onu necə deyərlər, biz nə qədər də çalışsaq da bu qlobal bir iqlim prosesidir. Biz ona təsir eləyə bilmərik. Amma bəzən olur ki, biz onun müəyyən fəsadlarının səviyyəsini azalda bilərik. Yəni, insanın buna, necə deyirlər, imkanı çatır. Müəyyən təşəbbüslər irəli sürə bilərik. Bax, elə təşəbbüslər də bu zaman irəli sürülür. Ekologiya ilə bağlı elə demək olar ki, mənim həm iştirak elədiyim, həm gördüyüm təşəbbüslərin bir çoxu məhz elə təbiətin mühafizəsi, təbiətin qorunması və ekoloji şuurla bağlıdır. Bizim sahə ilə əlaqəli olduğu üçün ekoloji təşəbbüslərdə biz çox iştirak edirik və sizi də çox tez-tez görürük. Mənim üçün maraqlıdır və sizin fikriniz necədir? Ümumiyyətlə ekoloji təşəbbüsün uğur qazanması üçün güclü ideya mı lazımdır, yoxsa peşəkar icra mı, yoxsa geniş ictimai dəstəkmi? Mən sizə belə bir şey deyim. Bir çox xarici ölkədə səfərdə olanda imkan olub ki, mən gənclərin prezentasiyalarında iştirak edeyim. Yəni, sadəcə bir müşahidəçi kimi. Və gördüyüm odur ki, xarici ölkələrin bir çoxunda çox kiçik yaşdan insanlara öz ideyalarını təqdim eləmək üçün belə xüsusi bir təlim keçirlər. Ki, sən 6-cı sinifsən, 3-cü sinifsən, fərqi yoxdur, nə bilim, 5-ci sinifsən. Sənin əgər bu mövzuda biz sənə mövzu tapşırırıq, bu mövzu ilə bağlı ideyan varsa, onu bir prezentasiya formasında indi bir kağız üzərində və ya bir onlayn
indi çoxlu imkanlar var kompüterdə. PowerPoint proqramında hazırla, qısa 2 slayd, 3 slayd bizə təqdim elə, öz sözlərinlə. Mən bunu nəyə görə deyirəm? Hər şey təqdimatdan asılıdır və bəzən çox gözəl ideyalar olur bizim elə cəmiyyətin özündə, amma təqdimat zəif olur deyə o ictimai dəstək qazana bilmir. Mən ona görə deyirəm ki, yəni məsələn, burada təhsilin də önəmi var. Niyə görə mən dedim ki, məktəblərdə, yəni biz çox kiçik yaşlardan uşaqları öyrətməliyik ki, onlar öz ideyalarını təqdim eləməyi bacarsınlar. Və bu təqdimatdan həm də gələcək asılıdır. Niyə görə? Çünki bəzən olur, indi müəyyən qurumlarda, müəyyən təşkilatlarda işləyən insanlar o gündəlik rutin deyirik. Gündəlik rutinlə onlar hansısa bir problemi görə bilmirlər. O qədər gərgin iş qrafiki olur ki, onlar məsələn adi hansısa bir ekoloji təşəbbüsü onlar heç sezə bilməzlər, düşünə bilməzlər. Amma bir sadə bir insan, bunu görən insan çox səliqəli bir təqdimat hazırlayaraq onların qarşısına çıxa bilər və onların diqqətini çəkə bilər. Gəlin bax bu şənbə günü burada gedək dəniz qırağındakı sahildə zibilləri təmizləyək. Gəlin bu birisi şənbə, bazar günü gedək deməli bir boş ərazi var. Mən danışmışam, razılıq almışam, alacağam. Gedək orada biz ağac əkək, ya necə deyirlər, gül çiçək əkək. Və ya gəlin bu həftə sonu biz özümüz üçün 100 nəfər, 150 nəfər elan eləyək ki, biz bugün ümumiyyətlə yanacaq istifadə eləyən nəqliyyatdan istifadə eləməyəcəyik. Yalnız velosiped və digər necə deyirlər, nəqliyyat vasitələrindən istifadə edəcəyik. Bu da bizim təşəbbüsümüzdür. Yəni bunu eləmək üçün əslində biraz da intellektual yanaşma lazımdır. Çünki insanlar, siz insanların diqqətini cəlb eləməlisiniz. Çünki bu təşəbbüslər bugün icad olunmur. Bu təşəbbüslərin bir çoxu 10 illiklərdir var. Bizə də elə yəni ilk gündən gəlməyib, çoxdan gəlib və o təşəbbüsləri hər dəfə yeni formada, yeni ora nəsə bir maraqlı bir detal qatmaqla hər dəfə yenidən cəmiyyətə təqdim eləmək lazımdır ki, insanlar ondan yorulmasın, insanlar onda nəsə bir maraqlı başqa yenilik görsünlər, özlərinin də bir cəmiyyətə necə fayda verəcəyini hiss eləsinlər. Təkrarçılıq və ya yeknəsəklik elə bil ki, bəzən insanları da ruhdan salır. Onlar hətta vacib olan bir təşəbbüsü qatılmırlar, getmirlər. Başqa dostlarına da məsləhət görmürlər. Onlara necə deyərlər, artıq mən bir dəfə qatılmışam, bəsdir. Maraqlı deyil. Mən bunları niyə görə səmimi deyirəm? Çünki bu ictimai təşəbbüslərin bir çoxu onların qarşısında dayanan o təşəbbüsün qarşısında dayanan insandan asılıdır. İnsan qrupundan ki, onlar bu təşəbbüsü nə formada təqdim edəcəklər. Bax, o baxımdan deyirəm ki, yəni siz bir neçə dənə detalı sadaladınız, amma mən düşündüyüm və mən dediyim detal bəlkə də çox siyahıda yox idi. Amma mən hesab edirəm ki, ən vacib odur. İctimai təşəbbüslərdə əslində xüsusi bir yaş kateqoriyası olmur. Həm gənclər, həm orta yaşlı nəslin nümayəndələri, həm daha az yaşlı şəxsləri cəlb eləyə bilirik. Ümumiyyətlə mənim üçün maraqlıdır. Biz özümüz elədiyimiz aksiyalarda daha çox üstünlüyü könüllülərə, gənclərə veririk. Siz necə düşünürsünüz? Onların çox olması bu təşəbbüsləri daha da geniş auditoriyaya çatdırmağa necə təsir göstərir? Tükəz xan, baxın, mən bir şey sizə deyim. Hər vaxt biz əgər cəmiyyətə bir maşın kimi yanaşsaq, cəmiyyətin mühərriki gənclərdir. Yəni maşının mühərriki olmadan maşın hərəkət eləyə bilmərsə, gənclər olmasa da heç bir cəmiyyət irəliyə doğru hərəkət eləməz. Çünki gənclər yenilik istəyir.
Gənclər özlərini təsdiqləmək üçün variantlar axtarır, yollar axtarır. Gənclər hər gün yeni bir ideya ilə yuxudan durur və əlbəttə ki, təcrübəli, müəyyən qədər yaşı artıq olmuş, sakitlik, necə deyərlər, çəkilim öz bir qırağımda yaşımı, yaşlı dövrümü qeyd eləyim, keçirim düşünən nəsil əlbəttə ki, hərəkət verici qüvvə ola bilməz. Ona görə də gənclərdən bərk yapışmaq lazımdır. Yəni siz necədir? Mən gənclər nəyə görə deyirəm? Çünki gənclərdə məşhur bir ifadə var. Deyir ki, əgər sən nəsə yenilik istəyirsənsə, o yeniliyin bir parçası özün olmalısan. Sən yaşlı nəsil deyir ki, mən sizə bir ideya verdim, gedin eləyin. Bax bu da ideyadır, hə, mən vaxtım yoxdur, siz bunu eləyin. Amma yaşlı nəsil deyir ki, mən özüm orada olacağam. Mən özüm bununla məşğul olacağam. Gəlin siz də mənə qatılın. Mən bunu eləyirəm, siz də mənə qatılın. Biz bir yerdə eləyək. Digər dostlara da deyəcəm onlar. Yəni bu bilirsiniz necədir? Gənc nəsli mən sadə dillə ifadə elədim də. Əslində mən başqa cür necə ifadə eləyim? Yəni həqiqətən də mühərrikdir, cəmiyyətin mühərrikidir. Gələcəyin əsas necə deyirlər, qurucularıdır gənclər. Onların bir çoxu indi könüllüdür, məzundur, hansısa bir ideyanı belə sadə şəkildə təqdim eləyir. Amma bəlkə də 10-15 ildən sonra onlar hansısa ali rəhbərlikdə olacaqlar, parlamentdə olacaqlar, iri şirkətlərin necə deyərlər, rəhbər şəxsləri olacaqlar, təmsil eləyəcəklər. Və o gənclərə məhz o vaxtı, gənc vaxtı onlara necə deyərlər, dəstək olmaq lazımdır və onları qabağa buraxmaq lazımdır. Bax, sizin layihələrin bir çoxunda da hərəkət verici qüvvə məhz gənclərdir və əslində bu da çox gözəl bir şeydir. Biz əslində həm də digər tərəfdən düşünürük ki, gənc nəslin və yaxud da azyaşlıların düşüncə tərzinə təsir eləmək, onlara belə deyək, yeni ideologiyanı başa salmaq daha rahatdır. Nəinki orta yaşlı nəslin və yaxud da daha yaşlı insanlarda artıq formalaşmış bir fikir olur ki, qəlibləşmiş, onu dəyişmək çox çətindir. Bu ekoloji ümumiyyətlə mədəniyyətin formalaşmasında, ekoloji təbliğatda biz ona görə daha çox üstünlüyü gənclərə veririk. Ayaz bəy, siz bir jurnalist kimi sosial şəbəkənin gücünü belə deyək, daha yaxşı bilirsiniz və daha genişdə istifadə edirsiniz. Maraqlıdır. Bu kimi təşəbbüslərdə sosial medianın rolu nə dərəcədə önəmlidir? Əslində siz bayaq təqdimat məsələsini deyəndə qismən ona toxunmuş olduq. İstərdim biraz bundan danışaq. Bilirsiniz, mən televiziya jurnalistiyəm və mən həmişə həmkarlarımla bir yerdə də danışanda və öz şəxsi həyatımdan da bunu bir süzgəc olaraq keçirtmişəm ki, bir 5 saniyəlik, 10 saniyəlik kadrın insanlarda yaratdığı təəssürat tam fərqlidir. Nəinki 5 səhifəlik bir qəzet parçası. Dövran dəyişib, zaman dəyişib və kadr, foto çox şey deyir. Bir foto, bir kadr insanın həyatını dəyişə bilər. Yəni onu görəndən sonra insan deyə bilər ki, yox, mən bundan sonra belə olacam. Mən buna gedim qoşulum. Axı mən niyə orada olmamalıyam? Yəni o görüntünün verdiyi motivasiya, görüntünün verdiyi ilham, onu heç bir söz, heç bir yazı, heç bir necə deyərlər, başqa bir hər halda mən televiziya jurnalisti olaraq belə düşünürəm. Başqa bir detaldan almaq mümkün deyil. Ona görə də bax indi ən çox məşhur olan nədir? İnsanlar biz blogerlər deyirik. Biz influencerlar deyirik. Niyə görə onlar ictimai, onlarda çoxlu izləyici var, onlar çoxlu deməli. Bəs bu nədir? Bu cəmiyyət bəs niyə bəs onları xüsusi? Ona görə ki, onlar cəmiyyətin maraqlandığı, cəmiyyətin müəyyən zümrələr üçün lazım olan ideyaları, təşəbbüsləri, təklifləri, qayğıları, problemləri çox qısa bir formatda öz düşüncələri ilə vizual formada bizə təqdim edirlər. Yəni audio-vizual səsləri də olur, yazıları da olur, videonu da çəkir və ya fotonu da çəkir. Onu özü bir məhsul kimi istehsal edir və bizə verir. 1 dəqiqə,
1 dəqiqə 20 saniyə, bəzən 30 saniyə. İndi biz müəyyən parametrlərə danışırıq ki, sosial şəbəkədə insanların çoxsu səbirsizdir. Bax, misal üçün bir işiniz var, sizin bir 2-3 dəqiqə bir fasiləniz var. Siz sosial şəbəkəni belə barmağınız belə elə sanki elə bir ki səhifəni necə deyirlər, vərəqləyirsiniz. Belə eləyirsiniz ki, yəni o ilk 2-3 saniyədə diqqətinizi siz dayanırsınız və onu axıra qədər baxırsınız ilk 5 saniyədə. Və bu o deməkdir ki, yəni burada da çox güclü mübarizədir və mübarizə meydanı budur. Biz bununla hesablaşmalıyıq. Məsələn, Twitter'dir, Instagram'dır, Facebook'dur. Bəli, yazılan var. Amma indi bilsiz necədir? Süni intellekt formalaşıb. Hətta yazı qabiliyyəti olmayan, cəmiyyətə müəyyən mesaj vermək imkanı, bacarığı olmayan belə süni intellektə bir əmr verir ki, bax, mən belə bir təşəbbüslə çıxış eləmək istəyirəm. Süni intellekt belə ona bir yazı verir. Çox pafoslu və maraqlı yazılar. Pafosla, yazı emojilərlə qatmaqla, pafoslu. O da həmişə effekt vermir. Çünki çox adam istifadə edir və adam deyir ki, bu onun fikri deyil. Eynən, artıq bu günləri şəbəkədə kimisə statına falan fikir verəndə bilirik. İnanırsınız, indi LinkedIn hesablarında, digərlərdə, yəni mən həmişə özümə deyirəm ki, biz jurnalistik də, şükürlər olsun, biz həmişə sözlə işləmişik, sözlə, informasiya ilə və biz sözü formalaşdırmaq üçün başqasının cibinə girməyə ehtiyacımız yoxdur. Yəni özümüzün bu belə obrazı deyirəm də, yəni o söz bizim öz cibimizdə var. Amma kənardan baxırıq, görürük. Və bəzən o necə deyirlər, sən insanı tanıyırsan və baxıb görsən ki, yəni əslində onun o intellektual baqajıyla bunun burada yazdığı eyni deyil də. Və əslində o öz sözü ilə yazsa, qısa yazsa daha çox effekt verər. Biz belə bir aləmə, virtual aləmə düşmüşük ki, buranın öz mübarizə metodları var da. Sən gəlib burada bir inqilab eləyə bilmərsən. Sən bəlkə onun üçün biliyin, düşüncən gərək o qədər yüksək bir olsun ki, sən nəsə bir yenilik tapasan. Yenilik olmasa, sən digər o ağıllı beyinlərin sənə təqdim elədiyi yeniliklərdən istifadə eləməlisən. Bu reelslərdir, sosial şəbəkədir. İndi mən görürəm ki, ekologiya mövzusunda çoxlu, necə deyərlər, sosial şəbəkədən təbliğat gedir. Bu çox yaxşı bir şeydir. Mən misal üçün bununla bağlı cəbhənin hər istiqamətində varam. Yəni, öz şəxsi təcrübəmdən çıxış eləsin. Çünki mən xoşlayıram yaşıl yerlərə getməyə, misal üçün, dağlıq əraziyə getməyə, dağa qalxmağa, zirvələrə qalxmağa. Məsələn, hansısa xarici ölkədə olanda da orada o yaşıllıq olan ərazilərə çalışıram getməyə və onu təbliğ eləmək ki, yəni, ən azı bir nümunə olaraq özümə deyirəm ki, baxın, burada bu var, park. Görün nə gözəldir. Yəni biz də eləyə bilərik və ya bizdə olanda gedib orada deyirəm ki, gəlin bu parka. Hətta mən misal üçün indi aktiv idmanla da məşğul oluram, velo sürürəm, qaçıram. Onları da çalışıram ki, yaşıllıq olan ərazilərdə, dənizin sahilində olan ərazilərə eləyim ki, insanlar ola bilər ki, mənim qaçmağım və ya velo sürməyim onlar üçün o qədər də maraqlı olmaya bilər. Və ya deyə bilərlər ki, hə, bu şəxs özünü reklam edir. Okey, desin, problemdir. Amma backgrounddakı o dənizi görür, mən elə məqsədim də odur ki, onun fokusu elə ona getsin. Yəni mən, necə deyərlər, bir daşla iki quş vurmaq misalında oldu ki, mən deyirəm ki, okey, əgər sənin mənim velosiped sürməyim o qədər maraqlı deyilsə, amma harada sürməyim sənə maraqlı gəlsin də. Yəni mən mesajı istəyirəm ki, belə necə deyirlər, uyğunlaşdırım verim. Və çox vaxtda çox effekt olur, çox yaxşı feedbacklər, yəni ki, geri qayıdışlar görürəm, kommentlərdə görürəm və mənə xoşdur əslində. Mənim məqsədim də odur ki, yəni onu təbliğ eləyim. Yeri gələndə idmanı niyə təbliğ eləməyək ki, təbliğ eləyək. Yəni, əgər biz əslində idman özü də elə ekologiya ilə bağlı bir məsələdir. İnsan sağlam olsa, onda sağlam düşüncə olacaq. Sağlam düşüncə varsa, deməli o öz həyatı, ətrafdakıların həyatı, dünya haqqında da düşünəcək.
düşünəcəksə əlbəttə ki, o ekoloji mövzulara da vaxtını ayıracaq. Ekoloji mövzular onun üçün prioritet olacaq. Məsələn, mən maşın sürmürəm. Mən ictimai nəqliyyatdan daha çox istifadə edirəm. İndi bu elektrikli avtobuslar olub, metrodan istifadə edirəm. Və ya məsələn bəzi yerlər var ki, öz velosipedim var, onunla gedirəm. Yəni bu mənim öz şəxsi bir mesajımdır, öz nümunəmdə. İndi insanlara biz deyə bilərik ki, sən niyə belə eləmirsən və ya belə eləyirsən? Bu biraz bilirsiniz necədir? Amiranə biraz çıxır. O məncə doğru deyil. Amma sən öz nümunəndə, öz həyatınla nümunə göstərə bilərsən ki, bu mən belə eləyirəm. İstəsən sən də belə eləyə bilərsən və ya bacararsan, alınarsan da. Yəni mənim məqsədim odur ki, insanlar o mesaj da dediniz, məsələn, ekologiya ilə bağlı mesajı niyə əvvəldən mən dedim ki, təqdimat. Biz birincidən deməməliyik. Sən axı niyə gedib ağac əkməmisən? Sən niyə gedib oranı təmizləmirsən? Eyb olsun. Sən niyə zibilə atdın? Yəni bilirsiniz necədir? İnsanlara biraz düz deyə indi intellektual səviyyə biraz fərqlidir hər kəsdə. Amma insanlara o kobud şəkildə, amiranə şəkildə, onun səhvin, onun necə deyirlər, sanki gözünə soxursan. O, yəni çox üzr istəyirəm bu obrazlı ifadəyə görə. Amma bu belədir də. Yəni ki, eləyəndə o əslində biraz ruhdan düşür, biraz necə deyirlər, məyus olur. O ümumiyyətlə marağı qalmır. O əksinə səninlə hətta bu mövzuda mübahisə də eləyə bilər və əslində sən öz xoş olan niyyəti sən tamamilə bir başqa bir spektra keçirdirsən və baxıb görürsən ki, mən axı başlamışdım ekoloji təşəbbüslər. İndi gəlmişəm mən nəyinsə davasını eləyirəm. Yox. Ona görə də birinci düşünmək lazımdır. Beynəlxalq təcrübəni araşdırmaq lazımdır. Baxın, görürsünüz, indi burada bu belə bir ağıllı işarələrdən istifadə olunur. Siz bura bir uzun cümlələr yaza bilərdiniz də, yazmamısınız, düzdür? Siz məsəl üçün bu indi mikrofonun əslində bu mikrofondur, dünyadır, amma bir tərəf kimsə burada bir zibil eşiyi görə bilər. Kimsə burada bir qulaqcıq görə bilər. Yaşıllar var. Bu deməli təkrar emalın işarəsidir, yarpaqlardır, yaşıl rənglərdir. İnsanlara yaşıl həm pozitiv mesaj verir, həm də ekologiya ilə bağlı mesajdır. Yəni buradan başa düşür ki, məsəl üçün indi bu mikrofondur. Gəlin bu mövzuda danışaq. İndi dünya danışır bu haqda. Gəlin həm də siz qulaq asın bizim bu söhbətimizə. Bir DJ-in deməli necə də ləvazimatlarından siz sadəcə böyük bir mesaj vermək istəyir. İndi məsələn mən burada həm də bir zibil eşiyi də gördüm ki, əslində zibil eşiyinə də gedin. Əlinizdə zibil varsa onu küçəyə atmayın, zibil eşiyinə atın. Təkrar emal. Yəni bilirsiniz və bu qulaqcıqlar da yarpağın formasındadır. Plastik qablardan imtina eləyin. Yəni baxın, bir dənə şəkil. Bu nə deməkdir? Bu o deməkdir ki, siz işə kreativ yanaşmısınız. Siz istəyirsiniz ki, insanlar düşünürlər ki, ayda, bunlar düşünüblər bu mövzuda. Yəni bunlar bu vaxtlarını sərf ediblər. Onlar bizə nəsə yaxşı bir mesaj vermək istəyirlər və onların diqqətini cəlb edəcək. Amma siz bura 4 dənə, 5 dənə cümlə yazsaydınız, bugün bizim məqsədimiz dünyanın təbliğ elədiyi ekoloji mövzuları cəmiyyətin hər bir üzvünə çatdırmaqdır. Və sizə əmin edirəm ki, heç bir nəticə olmayacaq. Ona görə də bax, bu metodlardan istifadə eləmək lazımdır. Sosial şəbəkələrdə də, yəni insanlara daha sadə, daha onların başa düşə biləcəyi dildə, məcburi yox. Sadəcə, bax, belə bir şey var. Çünki bilirsiniz necədir? İnsana bir şeyləri, insanlara, cəmiyyətə bir şeyi məcbur eləyəndə o heç vaxt yaxşı effekt vermir. İnsanlar bili ilə, savadla, öz düşüncələri ilə sizə gəlməlidirlər. Razılığı ilə gəlməlidirlər. Əgər bir adam gələcəksə və hər 5 dəqiqədən bir soruşacaq, Tükəz xanım, tədbir nə vaxt başa çatır? Siz nə deyəcəksiniz? Sizin əliniz, qolunuz yerə düşəcək ki, axı biz bu qədər əziyyət çəkmişik, bu adam hara tələsir? Normalda o gəlib deməlidir, Tükəz xanım,
bəlkə biraz daha geniş buna vaxt ayırasınız. Hə, mən lap tez də gələ bilərəm. Hətta istəyirsiniz dostlarımı da gətirim. Bəlkə mən sizə nəsə kömək eləyə bilərəm. Siz bu şeyləri, bu sözləri eşitmək istəyirsiniz. Amma siz bunların əvəzinə gələn belə rəsmi geyinmiş və tez-tez saatına baxan ki, nə vaxt bitir tədbir? Bax bu sözü deyən əlbəttə məyus olursunuz da. Bax ona görə deyirəm ki, gələn adamlar özü gəlməlidir, o sevməlidir, o duyğulanmalıdır, o öz beynində bu mərhələdən keçməlidir ki, bu ekoloji şuur, ekoloji düşüncə, ekologiyanın təbliğatı şəxsən mənim nəyimə lazımdır. Özü qərar verib gəlməlidir. Ayaz müəllim, əslində insanların özünün marağından danışdıq. Mən üçün maraqlıdır. Siz necə düşünürsüz? Azərbaycanda insanların ekoloji məlumatlılıq səviyyəsini biz necə qiymətləndirə bilərik? Biz məsələn öz əvvəlki layihələrimizlə indiki icra elədiyimiz layihələri müqayisə eləyəndə, oradakı auditoriya ilə indiki auditoriyanı müqayisə eləyəndə artıq qısa bir müddət olsa da bir neçə il belə insanların düşüncə tərzində çox böyük fərqlərin olduğunu göstərir. Mən üçün maraqlıdır. Uzun müddətdə belə deyək də ekoloji təşəbbüslərə qoşulursunuz, özünüz təşəbbüs göstərirsiniz. Bunlar sizin üçün, yəni bu fərqlər necə hiss olunur? Baxın, mən belə bir nümunə göstərim. 2013-cü ildə biz deməli, bəlkə də siz onu yaxşı tanıyarsınız, Səhər xanım var. O ilk Azərbaycanlı xanımlardan biridir ki, velo idmanı ilə məşğul olur və bunu təbliğ eləyirdi. Və biz elə bir vaxtlardan danışırıq ki, ümumiyyətlə xanımların, yəni çox nadir halda siz görə bilərsiniz ki, bir xanım bir velosiped idarə eləyir. Amma onun özünün sosial şəbəkəsində fotolar paylaşırdı və biz sonra həmin Səhər xanımla çox necə deyirlər, bir reportaj elədik və öz səhifəmizdə, YouTube səhifəmizdə və sosial şəbəkədə paylaşdıq və onun mesajlarını elədik. O bizə danışdı ki, necə oldu ki, o ailəsi buna reaksiyası necə oldu? Onun özünün məqsədi nə idi bu velo necə də nəqliyyat vasitəsindən davamlı istifadə eləmək? Və 2013-cü il və indi 10 il keçib, 12-ci il, 12 il keçib, 2025-ci il və mən tez-tez indi Səhər xanımla görürəm, görüşürük. Biz bəzən bir yerdə də velosiped sürürük. Mən baxıb görürəm ki, Səhər xanımın arxasında hardasa bir onlarla artıq yeni gənc xanım sürücülər var. Və mən bəzən deyirəm ki, əslində siz bunu nail oldunuz da. Siz bunu birinci başlayanda sizə böyük bir necə deyirlər, biraz negativ də var idi. Biraz da xanım velosiped sürücü nəyə lazımdır? Və ya nə bilim ailə məsələlərində də ola bilər ki, müəyyən anlaşılmazlıqlar ola bilərdi. Amma siz gənc olaraq bunu dediniz ki, mən bu velosiped idman növünü həm də təbliğ eləməliyəm və başardınız. İndi sizin arxanızda 15-20 gənc velosipedçilər var ki, onların da dostları var və siz artıq və mən onu görürəm ki, yəni cəsarət lazımdır. Cəsarət olmadan bu işlər getmir. Deyir, dəyişiklik külək deyil ki, mən hardasa oxumuşdum. Yəni onu hər an gəlmir axı. Bəli, özün yaratmalısan. Küləyi və sən bilmirsən o nə vaxt birdən əsir, birdən əsmir. Dəyişiklik əgər sən istəyirsənsə özün eləməlisən. Özün onu formalaşdırmalısan. Bu sənin vaxtını ala bilər, bu sənin müəyyən vəsaiti ala bilər. Bu sənin necə deyirlər, enerji ala bilər. Bu səni çətin vəziyyətlərə sala bilər. Amma sən inanırsansa ona, o yolla getməlisən də, doğru bilirsənsə, gec-tez nail olacaqsan. Bu təşəbbüslər də belədir. Yəni bəzən deyirlər, hansısa bir necə deyirlər, bir quş işarəsi qoyulmaq üçün təşəbbüslər də var. Yəni təşəbbüsdür, sadəcə qarşısından belə bir işarə yazılar ki, bu edildi. Bir də var ki, sən o təşəbbüslə yaşayırsan. Bir dənə böyük bir təqdimat olur, amma sonra sən onu kiçik-kiçik hansısa yerlərdə, tədbirlərdə, hansısa qurumlarda gedirsən, təqdim edirsən, onun təbliğatını aparırsan. Sən
Sadəcə göstərmək istəyirsən ki, dostlar, bu belə kiçik bir təşəbbüs deyil. Əslində bu bir kitabdır. Gəlin bunu oxuyaq. Və bu bir həm də yol xəritəsidir. Bu kiçik bir təşəbbüsdür. Amma sabah siz bundan öz şəxsi işləriniz üçün də istifadə edə bilərsiniz. Bu təşəbbüsü böyüdə bilərsiniz. Yəni bax mən belə görürəm. Ona görə də istənilən bir təşəbbüsə gərək ciddi yanaşmaq lazımdır. Onu yaxşı təqdim etmək lazımdır və həqiqətən də onun faydasını görmək istəyiriksə, o prosesə mütləq gəncləri cəlb eləmək lazımdır və gənclər də həmişə sizə yeni ideyalarla gəlir. Onlarda axı onlar bir çoxu civə kimidir. Yəni ki, dayanmırlar. Onlarda enerji necə deyirlər, enerji dövr eləyir və hər gün dediyim kimi, hər gün yeni bir ideya ilə yuxudan dururlar və ona görə də məsələn gəncləri də cəlb eləmək lazımdır. O mən belə düşünürəm. Maarifləndirmə hansı kanallarla daha effektli olar? Bu bizim danışdığımız ictimai təşəbbüslər, yoxsa məktəb dövründəki təhsil və yaxud da sosial şəbəkələr? Bütün kanallar. Bütün kanallar. Mən hesab edirəm ki, biz onun arasından hansısa birini belə xüsusi qeyd eləyək ki, yox, məhz bu kanalla yox. Bütün kanallarla. Maarifləndirmə səhər yeməyindən başlamalıdır. Səhər yeməyində sizin vaxtınız olur ki, tutaq ki də evdə uşaqlarla və ya danışırsan və deyirsən ki, bax bugün sən tutaq ki ora gedəcəksən. Çalış bunu elə. Çalış belə ol. Çalış necə də buna əməl elə. Səhər yuxudan durub, yəni o vaxtdan başlayaraq sən artıq maarifləndirməyə başlamalısan. Əlbəttə ki, böyük anlamda desək, televiziya kanalları, bütün media resursları, influencerlar, blogerlərlə prosesə cəlb eləməklə. Əgər bir adam influencerdirsə, blogerdirsə, deməli cəmiyyətin müəyyən hissəsi ona inanır. Onun hansısa stili bəyənilir. Ola bilməz ki, o 50 min, 100 min izləyici toplayıb, bunu təsadüfən toplayıb. Bu mümkün deyil. Bəli, var istisna hallar ki, kimlərsə botlarla, kimlərsə nəyinsə eləyirlər, okey, amma sən özün axı ağıl ağıldan üstündür, sən özün kontentə baxırsan, görürsən ki, bu adam həqiqətən işləyir, düşünür, hər gün nəsə təzə ideya tapır. Mükəmməl deyil, ideal deyil. Nə idealdır ki, nə mükəmməldir. Amma sən onun ən azı o cəsarətinə, o zəhmətkeşliyinə, daim axtarışda olmasına qiymət verməlisən və o həm də özünü təqdim edir sənə, eyni zamanda sənə də bir məsləhət vermiş olur. Yəni, ancaq özünü tərifləmir axı. Bəzən heç tərif də olmur, tənqid də olur, bəzən elə məsləhətlər də olur. Ki, misal üçün, tutaq ki, sən qaçmağa başlamaq istəyirsən, bunun üçün nəyləri bilməlisən? 1, 2, 3, 4, 5. Sadə bir postdur. Özün qaçırsan və ya qaçmaq istəyənləri bir çəkirsən, dəniz kənarı partda çoxdur. Çəkirsən və deyirsən ki, dostlar, əgər siz qaçmaq istəyirsinizsə, bax, mən burada peşəkar mütəxəssislərin rəylərini yazmışam ki, qaçmağa başlamaq üçün birinci hansı addımlar var? 1, 2, 3. Çox sadə bir formadır da. Bəzən biz o sadəliyi deyirik, yox, o sadədir, nəyə lazımdır? Yəni, bunun belə biraz bərbəzəkli eləyək, qırmızı lent, nə bilim, nə. Amma halbuki çox sadə bir şeydir. Mən misal üçün baxıram indi başqa ölkələrdən olan blogerlərə. Məsələn, mən son vaxtlar biz sizinlə görmüşəm, çox rastıma gəlir, mən onu sizinlə bölüşüm. Məsələn, nəsə bir cəmiyyətə bir mesaj çatdırmaq istəyirlərsə, ya özləri ilə bağlı, ya ailələri ilə bağlı, ya da kənardan keçənlə bağlı, haradasa bir çox mənalı, həmin mövzuya uyğun bir 7 saniyəlik, 5 saniyəlik kadr çəkirlər. O kadrın üzərində yazı ilə yazırlar ki, tutaq ki, sən istəyirsən ki, sənin övladın ağıllı olsun, nə eləməlisən? Sual işarəsini qoyurlar. Postun içərisində isə orada deyir ki, açır. O ideyasının üçün 1, 2, 3, 4, 5, 6, 7. Baxırsan ki, bu yeni bir yanaşmadır. Əvvəllər uzun 1 dəqiqəlik, dəqiqə yarımlı, 2 dəqiqəlik bir çıxış olurdu, izah edirdi. Elə bir ki, bir savadsız bir adama izah edirsən. Amma indi isə deyir ki, yox. Video ilə cəlb eləyir, foto ilə cəlb eləyir. Sən istər-istəməz onu görürsən, təsirlənirsən və oradakı o sual sənə maraqlı gəlirsə, sən girirsən və başlayırsan oxumağa. İstər-istəməz bir də görürsən ki, sən bütün postu oxudun axı.
Yəni bilirsiniz necə bu metodlardır, bu şeylərdir, bunları düşünmək lazımdır. Kanallar müxtəlifdir, ideyalar müxtəlifdir. Əsas istək olmalıdır. Mən bunu etməliyəm, mən bunu edə bilərəm kimi ifadələri tez-tez işlətmək lazımdır. Və dəstək olmaq lazımdır, dediyim kimi. Yəni təşəbbüs göstərənlərə dəstək olmaq lazımdır. Mən təəssüflə deyə bilərəm ki, həmişə istəyirəm ki, mənə dəvət edən və özüm də təşəbbüslərim olur, amma başqa təşəbbüsləri də əgər kimsə dəvət etsin, mən çox xoşlayıram gəlib iştirak eləməyə. Özümə bir həm də borc bilirəm ki, gəlim iştirak edim. Amma bəzən bu iş qrafiki ilə olur, bəzən üzürlü səbəb olur ki, iştirak eləyə bilmirsən. Amma sən hər bir halda həmin o təşəbbüsü irəli sürən adama necə deyərlər, bildirməlisən ki, onun təşəbbüsü nə dərəcədə vacibdir. Hətta sən üzürlü səbəbdən iştirak eləməsən də ona o vibe deyirlər də, o enerjini verməlisən ki, mən səni dəstəkləyirəm. Çox üzürlü say, mən gələ bilməyəcəm. Elə bir ki, mən oradayam. Amma istəyirsən mən bəzi dostlarım var, onlara deyim, onlar gəlsinlər. Mənim orada iştirak etməməyim heç görsənməsin. Əslində sizin ideya elədir ki, elə bu ideyanı elə heç orada məşhurların olmasına ehtiyac yoxdur. Elə ideyanı göstərəcəksiniz ki, mən gəldim, bunu elədim. Bu elə cəlb eləyəcək insanları. Biz bəzən deyirik ki, məşhur insanlar gəlsinlər, onlar bu addım birinci atsın, onlar burada görünsün. O mərhələ də keçib, Tükəz xanım. Artıq səmimiyyət mərhələsidir. Sən səmimi ideya göstərməlisən. Heç bir məşhur, yəni əvvəlki qədər effekt vermir onların gəlməyi. Sən deyirsən, əvvəllər deyirlər, o da oradadır, o da gəldi, o da qoşulub, deməli maraqlıdır. O mərhələ artıq geridə qalıb. Yeni mərhələdə isə sən səmimi olaraq nə demək istəyirsən, nə mesaj vermək istəyirsən, mənə nə səmimi danış. Çünki gənclərin günümüzdə, ümumiyyətlə təkcə gəncləri hesab edəməyib, hamı çox rahat şəkildə sosial şəbəkələri açıq formada idarə edir və çox adama maraqlı gəlmir. Zaten elə özləri çox maraqlı kontent çıxardılar deyə, indi əvvəlkindən daha fərqlidir. Bəli. Çox sağ olun Ayaz müəllim, çox təşəkkür edirəm. Bizim üçün çox maraqlı bir görüş oldu. Son olaraq istəyərdim ki, bizim belə deyək, auditoriya, bunun böyük əksəriyyəti gənclərdir, onlara öz çağırışlarınızı eləyəsiniz. Bizim bir Alman təlimçimiz var idi, mentor, jurnalistikada. O deyirdi ki, sən həyat prinsipləri, iş prinsipləri çalış 3P prinsipi üzərində qoy. 3P prinsipi ingilis dilində başlanğıcı olan deməli sözlərdir. Passion, punctuality. Biri deməli səbirdir. Yəni bunun mənası odur ki, sən ola bilsin ki, nəsə təşəbbüs irəli sürəndə uğursuzluğa düçar olacaqsan, amma hər bir halda sən səbirli olmalısan. Bir uğursuzluq davamlı uğursuzluq deməkdir. Bir uğursuzluq, iki uğursuzluq bəlkə də qarşıda gələn böyük bir uğurun başlanğıcıdır. Sən onu elə bilməli, səbirlə, təmkinlə yolu davam edəsən. O birisi ifadə ehtiras deməlidir. Yəni sən məşğul olduğun işə vurulmalısan, onu sevməlisən. Ona elə ehtirasla, yəni ki, sən görməlisən ki, sanki o iş sənin üçün yaranıb. Sən o iş üçün yaranmısan. Və o zaman sənin ətrafındakı insanlar sənə inanacaq, sənin dalınca gedəcək, səni dəstəkləyəcəklər. Çünki sənin öz işinə nə dərəcədə hörmət elədiyi, öz işini necə yüksək səviyyədə gördüyü, hər detalını, hər anını xüsusi qiymətləndirdiyi görüb və sənin arxanca gələcəklər, sənə inanacaqlar, sən bir təşəbbüs irəli sürəndə də deyəcəklər ki, yox, mən sənin yanında varam. Və əlbəttə ki, punktuallıq, dəqiqlik. Dəqiq olmaq lazımdır. Dəqiqlik, bilirsiniz necə, yəni yalan danışmamalısan, doğru danışmalısan, səmimi olmalısan, punktual olmalısan. Bizim bu vaxt. İndi biz Bakı yollarında biz bəzən punktual ola bilmirik. Yəni ki, 5 dəqiqədə, 10 dəqiqədə gecikmək olur. Bu bağışlanan səbəblərdir. Amma bilirsiniz necədir? Bu sözün əsl mənası o punktuallıq, dəqiqlik odur ki, yəni sən ideyanı dəqiq qoymalısan ortalığa. Ona özün göstərməlisən ki, mən özüm inanıram buna. Nə istədiyimi dəqiqliklə, səhiyliklə,
şəffaf şəkildə qoymalısan. Və məncə elə bax bu 3 prinsip hansı ki, bizə bu mentor öyrətmişdi ki, məsələn, biz öz seçdiyimiz peşədə, sənətdə bizə yardım ola bilər. Bütün gənclərə də elə bu prinsiplə hərəkət eləməyi, həyat prinsipləri olaraq qoymağı arzu edirəm. Çox sağ olun, çox təşəkkür edirəm. Hörmətli dinləyicilərimiz, biz isə növbəti podkast seriyamızın sonuna gəldik. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sıfır tollantı teşebbüsü